Cəlilabad rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı təşkil edilib. Tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, millət vəkilləri Malik Həsənov və Elman Nəsirov, Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatının sədri Mir Süleyman Mirxaslı, hüquq mühafizə orqanlarının idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Hesabat yığıncağında əvvəl Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub. Abidənin önünə gül dəstələri qoyulub, ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, 2025-ci il ərzində rayon üzrə görülmüş işlər, əldə olunan sosial-iqtisadi nəticələr və 2026-cı il üçün müəyyənləşdirilən prioritet istiqamətlər barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində ölkədə dayanıqlı inkişaf təmin olunub. Bu proses Cəlilabad rayonunda da əhalinin rifah halının yaxşılaşmasına, infrastrukturun yenilənməsinə və abadlıq, quruculuq işlərinin genişlənməsinə şərait yaradıb. İclasda millət vəkili Elman Nəsirov, Vətən müharibəsi qəhrəmanı Rəşad Abdullayevin anası Sevil Abdullayeva, Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatının sədri Mir Süleyman Mirxaslı, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov və Prezident Administrasiyasının ərazi təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxış ediblər. Dəyanət Abdullayev çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi islahatlar, dövlət idarəçiliyində aparılan təkmilləşdirmə tədbirləri və ölkənin qarşısında duran strateji hədəflər barədə ətraflı məlumat verib. Rayonun gələcək inkişafı ilə bağlı əsas prioritetlər diqqətə çatdırıb. Sonda hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib. 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib. Günay Hüseynova, Həcər Həsənova, İlqar Mustafayev bugün informasiya proqramı üçün.